Ola bilər ki, bir çoxlarımız bəzi yerlərdə gözəl bir rəsm əsəri görmüşük, gözəl bir tablo. Bu rəsm əsərini onun müəllifi, rəssam çəkib, müxtəlif rənglərdən, boyalardan istifadə edib, hər hansı bir mövzunu, təbiət mövzusunu, insan portreti, biz bunlara baxmışıq və gözəl bir çərçivədə o rəsm əsəri divardan asılıb, hər hansı bir yerdən asılıb. Burada biz belə düşünmüşük ki, biz bu tabloya baxırıq, biz bu əsərə baxırıq. Bu tablonu çəkən müəllif də o tablonun arxasından bizə baxır. O müəllif də öz rəsmi ilə, öz əsəri ilə, öz yaratdığı bu rəng çalarları ilə, müxtəlif boyalarla o tablodan da bizə baxır. Biraz da düşüncəmizi yüksəldəndə görürük ki, bu müəllif hətta bizimlə danışır. Bu rəsmi ilə, bu əsəri ilə bizimlə danışır, nəsə demək istəyir. Bəzən bir gözəlliyi bizim üçün vəsf edir, bəzən gözəlliyi bizim üçün tərənnüm edir, bəzən hər hansı bir məsuliyyət gətirici sual qoyur qabağımıza, bizi sorğuluyur, vicdanımızı, baxış tərzimizi, yaşam tərzimizi sorğuluyur. Mövlana deyir, fırça gözəl, əsər gözəl, iti baxışlı, nəzər gözəl. Sözlərində şəkər gözəl, giriftarlıq aman verməz mənə. Mövlananın o dərin dünya görüşündə, o mistik dərinliklərində aşılanan bu düşüncə və duyğu dərinlikləri belə görsənir. Mövlana təbiəti bir gözəl rəsm əsərinə, bir gözəl tabloya bənzədir və deyir ki, mən baxıram, əlbəttə ki, ilk öncə biz baxırıq, baxan bizik və görürük ki, rəsm gözəldir, əsər gözəldir, fırça gözəldir. Amma sonra bunu duyuruq, yəni düşüncəmiz, batini aləmimiz, qəlbimiz o səviyyəyə yüksəlir. Mövlana baxışında yüksəlməlidir, yəni ora qalxmalıyıq. Görürük ki, fırça gözəl, əsər gözəl, amma iti baxışlı nəzər gözəl. O tablonun müəllifi əslində oradan bizə baxır. Nə ki, biz sadəcə baxıb keçirik. Sonra görürük ki, sözlərində şəkər gözəl. O müəllif hətta bizimlə danışır. O rənglərlə, o əsəri ilə. İndi bunu biz dünyaya, təbiət aləminə baxışı yönəltsək, əslində Mövlananın da məqsədi budur. Təbiətdə yalnız fırça, yalnız rəng, boyalar deyil, canlı varlıqlar, yer, göy, yaranış bizimlə danışır. Sözlərində şəkər gözəl, giriftarlıq aman verməz mənə. Bu, təbii ki, bir mistik, mənəvi, ilahi eşq mövzusunda yazılmış qəzəldən bir nümunə idi. Mövlananın Divan-ı Şəms kitabından olan qəzəldən bir nümunə idi. Tablolara baxarkən, həyat tablosuna baxarkən, təbiətə baxarkən orada olan baxışı da sezə bilək. Bizə olan baxışda olan sualı da tapa bilək və özümüzü o sualın qarşısında cavabdeh bilək. Və o sözləri, müəllifin dediyi sözü, müəllifin baxışının altında olmağımızı başa düşərsək, həyatımız daha gözəl, daha rəngarəng bir tablo ilə bəzənər və biz də öz tablomuzu həyatda çəkib gedərik.